mütləq şəkildə az-az tez-tez qidalanma olmalıdır. Pasientlər bir oturuma çox qida qəbul etməməlidir. Qida qəbul etdikdən sonra reflüks xəstələri qəti şəkildə uzanmamalıdır. Çox yağlı qidalar istifadə etməməlidir. Nikotin istifadə edən pasientlər çox gözəl bilir ki, ac qarnına durub həmin siqaretdən istifadə edəndə bu mütləq şəkildə turşuluğu artır və onlar dərhal söyləyirlər ki, bəli, məndə qıcqırma var, yanma var, bəli, narahatçılıq var. Təbii ki, nikotin təsir edir, reflüks xəstəliyin düşmənidir. Təbii ki, alkoqol da mənfi təsir edir. Ona görə birinci bu pəhrizli qidalanma rejimidir. Daha sonra çox sevən bizim insanlar indi dəbdədir kofe. Xüsusən də ac qarnına qəbul etmək qəti qadağandır. Turşuluğu artıraraq həmin reflüks törədir. Tünd çaydır, limonlu çaydır. Hər bir insan ilk növbədə özü öz həkimi olmalıdır. Əgər bir insan bilə-bilə ki, hər hansı bir məhsul, produkt, qida və s. buna mənfi təsir edirsə həmin insan, bu təbii ki, bundan uzaq durmalıdır, az istifadə etməlidir.